Amerika Birleşmiş Ştatları Prezidenti Trump'la Ukrayna Prezidenti Zelenski arasında Ağ Evdə baş verən kəskin mübahisə günlərdir ki, dünya gündəmindən düşmür. Ukraynanın böyük güc ölkəsi ilə qarşı-qarşıya gəlməsi müəyyən suallar doğurdu. Hətta bir çoxları hesab edirdi ki, Ukrayna meydanda tək qaldı. Amma bu gərginliyin ardından Böyük Britaniya Kiyevə 2 milyard yardım ayırdı. Hətta tərəflər bu barədə imzalama da etdilər. Biz də elə bu məsələni müzakirə edəcəyik. Qonağımız ise milletvekili Azay Kuliyev'dir. Hoş gördük Azay müəllim. Azay müəllim, elə öncə bu xəbərdən başlamaq istəyirdim. Deməli, biz belə bir məlumat var ki, Böyük Britaniya Ukraynaya 2 milyard yardım ayırıbdı. Ümumiyyətlə, bu gərginliyin ardından belə deyək ki, Avropa ölkəsinin bu qədər maliyyə ayırması, ümumiyyətlə, arxasında nələr dayanır? Bu nə ilə izah oluna bilər? Əvvəla onu deyək ki, yəni keçən həftə 28-də, fevral 28-də həqiqətən Oval kabinetdə yaşanan hadisələr çox unikal bir hadisə idi. Bəli, ora gələcəyik, bəli. Belə bir hadisə ümumiyyətlə son illərdə, bəlkə 10 illiklərdə çağdaş dünyamızda müşahidə olunmamışdı. İki dövlət başçısı çox ağır bir mövzu ətrafında, mən sizə bilirəm ki, bəzən də hətta protokolu gözləmədən mübahisə etdilər və mübahisə artıq ona gətirib çıxartdı ki, əldə heç bir nəticə olmadı, yəni nəzərdə tutulan müqavilə imzalanmadı. Biz ki, Zelenski ABŞ-a ona görə getmişdi ki, mədən deməli sənayesində çalışan şirkətlərin Ukraynaya gətirilməsi və çox böyük bir miqdarda trilyonlarla ölçülən bir deməli müqavilə imzalanması prosesi baş tutmalıydı. Bu baş tutmadı. Bu detallarına indi vaxtımız olsa gedərik, amma faktiki olaraq orada nə baş verdi? Orada mən hesab edirəm ki, iki fərqli dünya görüşün bir toqquşması baş verdi. Yəni, Zelenski hazırki dünya düzəninin müdafiəçisi kim çıxış edirdi, beynəlxalq hüququn qorunması ilə bağlı məsələ qaldırırdı ki, bizim ərazi bütövlüyümüz, suverenliyimiz nəzərə alınmalı danışıqlarda və yaxud da Ukraynanın konkret təhlükəsinə zəmanət verilməlidir. Əgər ateşkəs olarsa bundan sonraki prosesdə necə gedəcək? Bundan bağlı suallara aydın gətirmək istəyirdi. Trump isə tamam fərqli bir yanaşma sərgiləyirdi, onun komandası və onlar düşünürdülər ki, artıq köhnə düzən çalışmır, yeni düzən ətrafında ciddi adım atmaq lazımdır. Yəni, burada artıq mən sizə deyim ki, qlobal düzənin formalaşmasında bir növ Trump'ın bəzi düşüncələri artıq orada tamamilə özünü göstərdi. Bu da nədən ibarətdir ki, artıq bugün Avropanın hər hansı bir bu prosesdə rolu yoxdur, onu ümumiyyətlə nəzərə almır. Ukrayna burada ümumiyyət söz sahibi deyil və burada əsas məsələ iqtisadi maraqlar üzərindən qurulmalıdır və bugün Ukraynada olan baş verən hadisələr, yaxud da Rusiya-Ukrayna müharibəsi məhz iqtisadi müstəvidə ilk növbədə çıxış edərək, iqtisadi maraqları təmin edərək yenidən qurulmalıdır. Hətta artıq düşünürük ki, bugünkü gündəmin, yəni əsas mövzularının biri də buydu ki, artıq yeni qlobal deməli çağırışların qarşısı alınmasında, yəni yeni qlobal düzən formalaşmasında əsas güc mərkəzləri ABŞ, Çin və məhz Rusiya olmalıdır. Bəli. Avropanın, Ukrayna və digər ölkələrin bir rol oynamalı. Yəni bu qlobal baxanda bu məsələdə bizim gördüyümüz oydu ki, düşüncələr mübarizəsi gedirdi və güclü Trump'la zəif Zelenski arasında belə bir diyaloqun baş verməsi, yaxud da bununla da başa çatması, belə də fiyasko uğraması təbii ki, arzu olunan məsələ deyildi. Əlbəttə, bu indi başqa bir məsələdir ki, Zelenski Ukrayna prezidentindən qarşı mən sevirəm ki, çox ciddi demarşlar oldu, ona qarşı hörmətli oldu, bəzən aşağılayıcı hərmələr də oldu. O başqa məsələ ki, Zelenski bəlkə də daha çox diplomatik məsələlərə diqqət yetirə bilərdi, protokolun bəzi qaydalarına daha çox əməl edə bilərdi. Amma bir şey unutmamalıyıq ki, Zelenski ora işğala məruz qalmış bir ölkənin prezidenti kimi getmişdi. Və Zelenskinin bugün ABŞ-dan istədiyi oydu ki, məhz bugünkü vəziyyətdə, Ukrayna düşdüyü hazırki vəziyyətdə ABŞ daha çox prinsipallıq nümayiş etdirsin və Ukraynanın suallarından konkret olaraq onun təhlükəsizlik məsələlərində müəyyən bir aydınlıq gətirsin. Yəni, ümumi məsələdə bundan ibarət idi. İndi ABŞ-ın vitse-prezidentinin müdaxiləsi və sən bizə qarşı belə hörmətli elədin, nankorluq elədin, bizi Amerika Birləşmiş Ştatlarının prezidentinə təşəkkür etmədin, sən vaxtlı müxalifətlə getdin, nə bilim, münasibətlər qurdun və s. Bunu qoyuruq bir kənara. Amma görünən ümumi deməli mənzərə bundan ibarət idi. Və dərhal sonra isə onsuz da narazı qalan Avropa ölkələri, xüsusilə Britaniya, Fransa və digər ölkələr bu fürsətdən yararlanmağa çalışdılar və ABŞ-a müəyyən bir növbədə, bir formada təsir etmək üçün və Ukrayna tək deyil deyə
belə bir mövqe sərgiləmək üçün dünən martın 2-sində biz Londonda bir zirvə topladılar və bu zirvədə mən sizə bilirəm ki, Avropanın ən aparıcı ölkələri dəvət olundu və xüsusilə Türkiyənin də orada dəvət olunmasına ayrıca qeyd etmək lazımdır ki, Türkiyə məhz Xarici İşlər Naziri səviyyəsində iştirak etdi. Və burada indi bu məqsəd nə idi? Əsas bu suala cavab vermək lazımdır. Əsas məqsədlərin biri buydu ki, birinci dediyim kimi dünyaya və xüsusilə ABŞ-a bəyan etsinlər ki, Ukrayna təkdir, Avropa onun yanındadır. İkinci, bu sülh prosesində, sülh danışıqlarında müəyyən mənada təşəbbüsü əl almaq istəyi var idi Avropa dövlətlərinin ki, artıq biz kənara qoya bilməzsən. Yəni, əgər masada varsa bugün Ukrayna, Avropada olmalıdır. Çünki söhbət Ukraynanın təkcə yox, Avropanın bütövlükdə təhlükəsindən gedir. Üçüncü, Trumpa bununla bu görüşü keçirməklə müəyyən bir təzyiq etmək istədilər ki, sən Ukraynanı bu qədər aşağılaya bilməzsən, yaxud da Ukrayna məsələsində bizim mövqeyimizi nəzərə almalısan. İndi gərək qəbul olunan qərarlara, hansı qərarlar qəbul olunur? Bu qərarlarda əlbəttə ki, mən sizə bilirəm ki, birinci onu deyim ki, əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə Avropa dövlətləri daha qərarlı, daha qətiyyətli görüşlənirdilər. İndi bunun nəticələri necə olacaq, bu sonradan bəli olacaq. Amma qəbul olunan qərarlarda da biz bunu gördük. Birinci növbədə biz onu qeyd etməliyik ki, sammitin sonunda qərar və razılaşma əldə oldu ki, Ukraynaya dəstək davam edəcəkdir və Rusiyaya qarşı sanksiyalar daha da sərtləşəcəkdir. Bu birinci məsələ. İkinci, Ukraynanın ərazi bütövlüyü, yaxud da suverenliyi məsələsi müzakirələrdə ciddi şəkildə nəzərə alınmalıdır və Ukrayna bu danışıqlarda güclü tərəf kimi çıxış etməlidir. Üçüncü, belə bir razılıq əldə olundu ki, Ukraynanın deməli, müdafiə qabiliyyətini artırmaq üçün ona birbaşa deməli, hərbi yardımlar edilməsi, ondan bir hissəsini dediniz, 1,6 milyard deməli, funt sterling deməli, məbləğində vəsait ayrıldı. Yeri gəlmişdi, bu siz dediniz kimi təxminən dollara çevriləndə 2 milyard dollardan çox edir. Amma burada maraqlı bir məsələ var ki, bu yardım deyil, bu kredi şəklində Ukraynaya verilir. Bu kreditin də deməli, məqsədi 5000-dən çox məhz Ukraynanın deməli, raketlə təmin olunması üçün İrlandiyada ayrıca bir deməli, zavodda bununla istehsal olunmalıdır. Bu vəsait veriləcək Ukraynaya. Ukraynada həmin vəsaiti yenə də Britaniyaya qaytaracaq və həmin vəsait fonunda deməli, çərçivəsində hazırlanacaq raketlər Ukraynaya veriləcəkdir. Və dördüncü ən vacib məsələdən biri də könüllülərdən ibarət koalisiyanın yaradılmasına haqqında qanun qərar qəbul edilir. Bu nə deməkdir? Hansı ölkələr könüllü şəkildə Ukraynaya dəstək koalisiyasına qoşulmaq istəyəcəksə, onlar üçün qapı açıqdır. Yəni, bu əslə baxanda dediyim kimi, əvvəlki illərdə Avropanın qəbul etdiyi qərarlardan kifayət qədər fərqlidir. Və əlbəttə, bunun necə icra olunacağı ilə bağlı biz yəqin ki, gələcəkdə biz bundan görəcək. Amma bir şey həqiqətdir ki, bugün ABŞ-ı əvəz etmək mümkün deyildir. Bunu qeyd etmək lazımdır. Bu prosesdə ABŞ çox böyük bir rola və gücə malikdir. Faktiki olaraq bugün Ukraynanın müdafiə qabiliyyətinin %80-i məhz ABŞ-dan asılıdır. Bu təkcə texnika ilə müəyyən deyək ki, avadanlıqla, təminatdan söhbət getmir. Həm də bu çox ciddi informasiya təminatından gedir ki, hansı ki, bugün ABC-ın deməli sayəsində Ukrayna, Rusiyanın deməli hava hücumlarının qarşısının alınmasında kifayət qədər effektiv tədbir görə bilir. Ona görə bütün bunları ümumiləşdirsək, nəticə bundan ibarətdir ki, həqiqətən də bugün yeni bir dönəmə biz qədəm qoyduq və bunu yer gəlmişkən Böyük Britaniyanın baş naziri də Starmer'də çıxışını qeyd etdi ki, artıq biz bugün çox ciddi bir deməli dönüş nöqtəsindəyik. Yəni, Avropa və dünya istiqaməti hara gedəcək? Bu, artıq qəbul olunan qərarların icrasından çox asılı olacaqdır. Yəni, Avropa bugün öz təhlükəsini təmin edə biləcəkmi? Bu, çox ciddi bir sualdır. Bunun üçün təbii ki, iqtisadi baza var. Avropanın bilirsiniz ki, həm iqtisadiyyatı, həm də bütövlükdə insan potensialı buna imkan verir. Amma hərbi baxımdan bu təhlükəsini təmin edəcək gücü varmı, yoxmu, bu sual altındadır. Amma bütövlükdə isə ümumi yanaşma budur ki, bugün Avropa tək başına bunu edə bilməz. Baxmayaraq ki, hazırdır ki, deyək ki, sülh atəşkəs əldə olundan sonra ora hərbi kontingent göndərsə, ən az deməli Fransa ilə Böyük Britaniya bununla bağlı fikirlərini irəli sürüblər. Amma bu yenə də ABŞ-ın deməli asılılığından asılacaqdır. Ona görə də qəbul olunan 4
qərarın əsas məzmununda o da dururdu ki, biz sülh planını hansı ki hazırlanmaq istəyirlər, Böyük Britaniya, Fransanın belə bir təşəbbüsü var ki, yeni bir sülh planı hazırlansın. Bu sülh planı ABŞ-sız, yaxud da ABŞ-ın dəstəyi olmadan demək mümkün olmayacaq. Ona görə də bundan sonra ABŞ-ın reaksiyası nə olacaq? Konkret Trump administrasiyasının bu qəbul olunan qərarlara münasibəti necə olacaq? Bundan çox şey asılıdır. Və düşünürəm ki, hadisələr təbii ki, bu cür gərginliklə davam etməyəcək. Hər hansı bir formada ABŞ-la Ukrayna arasında, konkret Trampla Zelenski arasında məsələlər aydınlaşacaq. Baxmaq, Zelenski dünən də, bugün də dəfələrlə bəyan etdi ki, mən yenidən qayıdıb ABŞ-ə həmin deməli nəzərdə tutulan müqaviləni imzalamağa hazırıq. Amma bilirsiniz, burada bir mənəvi bir məsələlər də var. Çünki siyasi məsələlərdə şəxsi münasibətlər xüsusi rol oynayır və bilirsiniz ki, Trump bir neçə gün öncə, bəlkə də 10 günə yaxın bir müddət öncə Zelenskini diktator adlandırmışdı və onun istefa verməyini vacibliyini qeyd etmişdi. Yəni, həm də Ukraynaya indiyə qədər xərclənən pulları da tələb eləmişdi. Bəli, bunların hesabatını tələb etmişdi. Düzdür, indi ABŞ-da ki, biz 350 milyard dollar vermişik. Zelenski ki, bu məbləğ 100 milyarddan çox deyil, bu başqa bir məsələ. Amma çox ehtimal ki, bu artıq şəxsi münasibətlərdəki yaranan bu qopmalar, bu keçən həftə Oval kabinetdə baş verən hadisələrin bir növ təhqiqlənməsi üçün də əsas rol oynadı. Çünki öncədən onların arası münasibətdə demək olar ki, belə bir gərgin vəziyyətə gəlib çıxmışdı. Ona görə də indi Zelenski istefa məsələsini biz ki, bəzi məmurlar, xüsusilə ABŞ-ın təhlükəsizlik məsələləri üzrə müşavir qaldırır və yaxud da başqa deməli, ölkələrdən fərqli fikirlər gəlir. Amma düşünürəm ki, məhz Londonda keçirilən bu görüş bir növ Zelenskiyə şəxsən dəstək ifadə etmək üçün idi. Bir də eyni zamanda bu prosesdə Ukrayna və Zelenskinin tək olmaması mesajını verməyə hesablanmışdı. İndi baxaq görə bunun Trump'ın qərarına necə təsir olacaq? Trump Avropalı partnyorları ilə bu məsələdə hansı deməli məxrəcə, ortaq məxrəcə gələ biləcək? Təbii ki, bunu biz yaxın günlərdə biləcəyik. Azər müəllim, ümumiyyətlə belə deyək ki, Avropa liderlərinin Ukraynaya dəstək üçün Londonda keçirilən o samitdə toplaşmasından danışarkən mənim yadıma bir nüans düşdü. Amma Avropa ölkəsi olan Macarıstan məsələn bu dəstəyə qatılmadı. Məsələn onlar hərbi yardımla bağlı sənədi imzalamaqdan rədd elədi. Niyə görə Macarıstan dəstək vermədi? Bu belə demək olarmı? Ümumiyyətlə Avropa ölkələrinin özündə bir parçalanma var. Yəni belə deyək ki, bir xətt üzrə davam eləmirlər. Avropa İttifaqı bugün bir fikirlər müxtəlifdir, yəni Zelenskiyə qarşı. Avropa bugün özünün, mən deyərdim ki, siyasi böhranını yaşayır və bu baxımdan da biz ki, təkcə Macarıstan deyil, eyni zamanda Slovakiyada da fərqli yanaşmalar var, başqa ölkələrdə fərqli yanaşmalar var. Ümumiyyətlə, Macarıstan əvvəlki mövqeyi də bundan ibarət idi ki, Ukraynaya hərbi yardım göstərilməsin. Ümumiyyətlə, bu məsələdə sülh yoluna həll olunsun. Bunun da öz məntiqi var. Çünki məsələlərə əslində baxanda 2022-ci ilə qədər olan proses, əgər biz bu prosesi təhlil etsək, görək ki, həmin dövrə qədər doğrudan da müəyyən imkanlar var idi ki, Ukraynanın, deməli, Rusiya Ukraynaya hücum etməsin. Müəyyən məndə müharibənin qarşısını almaq üçün müəyyən adımlar atıla bilərdi. Lakin o dövr Biden hakimiyyəti təəssüflər olsun ki, vəziyyəti düzgün qiymətləndirmədi və Ukrayna hakimiyyətin də etdiyi müəyyən səhvlər var ki, bunları da biz qeyd etməliyik ki, vaxtında bu məsələlərə daha çox praqmatik yanaşmaq lazımdır. Çünki mən sizə səmimi deyim də, bugün Ukraynanın çox bərbad vəziyyətə düşməsinin əsas səbəblərindən biri də məsələ qərb ölkələrdir. Məsələn, ABŞ-ın özüdür, elə Avropa İttifaqının özüdür. Çünki onda onları vaxtında çox yanlış yola yönləndirdilər və bir növ belə deyək də verdiyi sözü tutmadılar. Allahdılar, dedilər sən get müharibəyə, biz sən dəstək verəcək, bir neçə müddət sonra sən qalib gələcəksən və s. Yəni öncə bunları hesablamaq lazım idi. Təbii ki, nəticədə kim zərbə aldı? Ukrayna xalqı, Ukrayna dövləti demək olar ki, çox ciddi bir böhran içindədir və bugünkü vəziyyət hamısı bəllidir. Ona görə də burada əlbəttə ki, müdrik yanaşma tələb olunurdu. Burada müdrik liderə ehtiyac var idi. Həm Ukraynada, həm mən deyərdim ki, ABŞ-da, həm də Avropada. İndi bugün hazırki vəziyyətdə Trump'ın irəli sürdüyü bu formula var ki, biz iqtisadi vəziyyətlə, yəni iqtisadi layihələrlə, iqtisadiyyatı önə gətirməklə, hamının qazanması üçün fürsət yaratmaqla bu problemi həll edəcəyi. Bu da yəni ilk baxışdan normal görsənə bilər, amma bunun da nə qədər alt qatları olacağını biz bilirik və bununla nə qədər ciddi çətinliklərlə üzləşəcəyi də şübhə doğurmur. Ona görə də əlbəttə siz dediyiniz kimi burada ayrı ölkənin fərqli yanaşmaları var və bu da müəyyən mənada qərar qəbuluna təsir edir və bu baxımdan da siz fikir verirsə, Böyük Britaniya hansı Avropa İttifaqının üzvü deyildir. Məhz bu təşəbbüsü, sülh təşəbbüsünün üzərinə götürərək belə bir toplantının keçirilməsinə
nail oldu. Və burada maraqlı bir məqam da var ki, yəni bu toplantıda qəbul olunan qərarlardan biri də budur ki, həmin tərkibdə olan deməli dövlətlər 6 aydan yaxud da 1 ildən deyil, 3-4 həftədən bir görüşməlidir. Yəni bu intensivlik də bir də onu göstərir ki, qəbul olunan qərarların icrası, onun həyata keçirilməsindən bağlı vəziyyət həmin deməli keçiriləcək sammitlərdə bir daha götürgü olunacaq və ABŞ-ın bu prosesdə tutduğu rol və ABŞ-ın Avropa dövlətləri, hansı ki 15-ə yaxın dövlət orada iştirak edirdi, onların deməli münasibətləri məhz bu toplantılarda bir daha ələ alınacaq və bir daha müzakirə edilib müvafiq qərarlar qəbul ediləcək. Və məsələn bu baxımdan Avropa İttifaqının düzlüyündə ayın 6-sında da Avropa İttifaqının fövqəladə bir toplantısı nəzərdə tutulur, sammiti keçiriləcək. Orada da yenə Ukrayna mövzusu əsas mövzu olacaq. Amma dediyiniz kimi Avropa İttifaqında qərar qəbul proseduru fərqli olduğuna görə, orada konsensus tələb olunduğuna görə və fərqli ölkələrin fərqli yanaşma olduğuna görə bu gün mənə belə gəlir ki, məsələn Avropa ölkələrinin Londonda toplaşdığı sammit daha effektiv, daha konkret məqsəd yönlü və nəticə yönlü ola bilər. Nəinki Avropa İttifaqının özünün hər hansı bir quracağı deməli prosesdə yaxud atacağı addımdır. Həm də nəzərə alsaq ki, burada Türkiyə var, hansı Avropa İttifaqının üzvü deyil. Burada Böyük Britaniya var, hansı Avropa İttifaqının üzvü deyil. Ona görə də mənə belə gəlir ki, artıq Avropada bir təməkkülləşmə prosesi gedir. Avropa artıq öz təhlükəsizlik prosesinin və ya təhlükəsizlik qayğısının özü üzərinə götürməlidir. Avropada artıq Avropanın təhlükəsizlik arxitekturasının bundan sonra necə qurulacağı ondan asılıdır və ABŞ açıq şəkildə qeyd etdi ki, biz gəlib okeanın o tərəfindən gəlib sizin təhlükəsizliyini təmin etmək üçün bu qədər bundan sonra da cəbhəşanlı etmək fikrimiz yoxdur. Bu qədər vəsait ayırma fikrimiz yoxdur. Bu əlbəttə NATO-nun həm də gələcəyini müəyyən mənada necə deyək, tətikləyir. Amma bütün bunlar əlbəttə dediyim kimi yeni dünya düzəninin hansı formada gedəcəyini, Avropanın burada hansı rol alacağını da müəyyən edən əsas amillərdən biri olacaqdır. Ona görə də bizim üçün həm də bu fürsət deməkdir. Türkiyə, Azərbaycan birliyi, bugün Türk dünyası bu prosesdə Türkiyənin deməli simasında iştirak etmə fürsəti əldə edir. Azərbaycanın və Orta Asiya ölkələrinin buradakı əlbəttə ki, rolu gələcəkdəki atacağı addımlarda mən isə bilirəm ki, müəyyən mənada öz təsirini göstərəcək. Ona görə biz maraqlı bir dövrdə yaşayırıq və sözün əsl mənasında tarixi bir dövrdə yaşayırıq və yəqin ki, bu yaxın illərdə hansı istiqamətə gediləcəyini, dünyanın hansı istiqamətə gedəcəyini və hansı deməli birliklərin yaradılacağını və dünya düzəninin, yəni bayaq biz haqqında danışdığımız beynəlxalq hüquq normalarının sonraki taleyi necə olacaq, əlbəttə buna yəqin ki, aydınlıq gətiriləcəkdir. Çox sağ olun, təşəkkür edirəm Azay müəllim. Qeyd edim ki, bir neçə gün bundan öncə Ağ Evdə keçirilən Trump-Zelenski görüşünü müzakirə etdik. Qonağımız isə millət vəkili Azay Quliyev idi.